Diabetik angiopatiya nədir? Bildiyiniz kimi diabet xəstəliyi geniş yayılmış xəstəliklər qrupuna aiddir və halinin demək olar ki, bütün təbəqələrini zədələyə bilər. Diabet xəstəliyi öz gedişində bir çox orqanları, yəni bütün damar sistemi olan orqanların hamısına bu və ya digər dərəcədə öz təsirini göstərmiş olur. Ən çoxsa diabetdə təbii əziyyət çəkən arterial damarlardır. Arterial damarlar biz ona deyirik makroangiopatiya, kiçik arterial damarlar biz ona deyirik mikroangiopatiya və bunun nəticəsində kiçik damarların xüsusilə zədələnməsi səbəbindən qanın dövranında ciddi pozğunluqlar baş verir. Yəni biz dediyimiz mikrosirkulyasiya pozğunluğu olur və diabetik bu gediş dediyimiz kimi angiopatiya artaraq istənilən orqanda, xüsusilə də aşağı ətraflarda keçiriciliyi, qidalanmanı ciddi şəkildə pozduqlarına görə bir çox adamlarda ciddi şəkildə damar dəyişiklikləri yarana bilir. Ona görə də diabetik angiopatiyası olan insanlar ildə bir dəfə damar cərrahlığının qəbulunda olub onun lazımi konsultasiyasını almasını çox ciddi şəkildə tövsiyə edirik.